Bu adlar sizin əlbəttə haqqınızdır, amma sizin olan haqqınızı görmək, dəyərləndirmək, vaxtında ona qiymət vermək, bu əlbəttə Cənab Prezidentin müdürçülüyünün əlamətidir ki, bizim bu yubileyi zərəfəsində sizin televiziyanın 20 və ictimai televiziyanın bir neçə əməkdaşını, xüsusi fərqlənən əməkdaşlarını təltif elədi. Bu gün o təltifləri biz sizə təqdim edərək bildirmək istəyirik ki, siz biləsiniz, sizin burada bəzən sizə elə biləcəklər ki, gördüyünüz o sözün həqiqi mənasında o zəhmət tələb edən, fədakarlıq tələb edən, xüsusi əziyyət tələb edən əməyiniz işsiz qalmır. Biz onları görürük, dəyərləndiririk. Zamanı gəldiksə hər şey öz yerində oturacaq, hər şəxs də öz qiymətini alacaq. Yəni, heç nə işsiz getmir. Siz düşünməyin ki, bir iş görəndə bunu təkcə sizin rəhbəriniz, televiziyanın sədri Arif Alışanov gördü ya görmədi. Amma biləsiniz ki, hər bir ailədə, hər bir Azərbaycanlı ailəsində sizin o zəhmətinizin nəticəsi sonunda öz yerini tapır və mütləq şəkildə ən azından gələcəkdə bir gənc nəslin formalaşmasında, yetişməsində gəlib öz yerini tutacaqdır. Arif müəllim birinci televiziya rəhbəridir ki, vəzifədə ola-ola vətənə xidmətə görə ordenlə təqdim olunur. Vətənə xidmətə görə orden hər adama verilmir. Bu xüsusi ordendir. Arif müəllimi də bugün təqdimata yığışan sizlərin hər birini də bu siyahıda Cənab Prezidentin bu deməli təqdimatında adı keçən insanların hər birini də təbrik edirəm və icazə verin indi Ərəstü müəllim bir olsun, mən də bu ordenləri, medalları, fəxri mükafatları sizlərə təqdim edeyim. Başlayırıq Arif müəllim Alışanovdan. Qalanlarını artıq yalnız təqdim edəcəm. Xeyirli uğurlu olsun. Sağ olun. Əməkdar jurnalist Müzəffərli Azad. Təbrik edirəm. Çox sağ olun. Hələ sən incə qədər əməkdar görürsün. Adı bu Faik. Adam bütün sahasını bağlı jurnalistikada var. Ürəklə təbrik edirəm. Əməkdar mədəniyyət işçisi İsmail İlham. Değerli olsun. Sağ olun. Harbiden çok sağ olun. Məcudov Əhməd. Tərəqqi medalı. Teyrov Yafət. Sultanov Rauf. Prezident tərəfindən bizə verilən bu fəxriyyətlər bizə bir növ avansdır. Yəni biz bunun müqabilində daha da çox çalışmalıyıq. Qarşımıza qoyulan bütün məsələləri həll etməliyik. Yəni biz 2012-ci ildə daha böyük nailiyyətlər əldə etmişik.